Salam uşaqlar, bugün OTK sınavına baxırıq. Deməli, başlayaq birinci mövzuda. Qeyd edim ki, bu aprel ayına aid olan sınavdır. Ona görə də ikinci hissənin tam sonuna qədər yox, müəyyən bir hissəsinə qədər düşüb. Həndəsə optikaya qədər düşüb. Daha sonra başladıq. Verilmiş kütləli ideal qaz üzərində gedən proses PV diaqramında təsvir edilib. Qazın gördüyü işi hesablayın. Uşaqlar, ümumiyyətlə, iş sözünü gördüksə, termodinamikada iş. İş sözünü görən kimi bilin ki, bu deməli iş nədən asılıdır? Həcmdən asılıdır. Həcm dəyişməyibsə iş olmayacaq, sıfır olacaq. Həcm artıbsa iş müsbətdir, həcm azalıbsa iş mənfidir. Bir də iş haqqında başqa nə bilməliyik? İşin düsturu A bərabərdir P delta V şəklindədir və yaxud da nü R delta T şəklindədir. Amma əsas düsturu P delta V'dir. Çünki niyə? İşimiz həcmdən düz asılıdır. Daha sonra baxırıq nəyə? Uşaqlar, bir dənə də burada əlavə bir iş haqqında qeydimiz var ki, P'nin V'dən asıllıq qrafikində. Altda qalan fiqurun sahəsi bizə işi verəcək. Bax, bir dənə bunu yadda saxlayın. İndi gəlirik buradakı altda qalan fiqurun sahəsini tapmağa. Deməli, bir oturacağımız 300'dür, digər oturacağımız 100'dür. Yazaram 300 plus 100. Oturacaqların cəmini bölürəm 2-yə, vururam hündürlüyə. Hündürlük nə qədərdir? 0,2-dən 0,4-ə 0,2. Bunda 10,2 şəklində yazaram. O da bərabərdir. Sonra yuxarıda 400 eləyir. Bu 2'lər getdi. 400'də 10'a böləndə cavabımız eləyəcək 40 kilojoule. Kilo desəniz hardan gəlir? Sonra P'miz kilo paskalına verilmişdi. Yəni 300 kilo paskal idi. Bu da 100 kilo paskal idi. Ona görə kilojoule oldu. Yenə deyirəm, P'nin V'dən asılı qrafiki altda qalan fiqurun sahəsini, necə ki, V'nin T'dən asılı qrafikində altda qalan fiqurun sahəsini tapırdıq. Daha sonra gəlirik 32-ci suala. Radiusumuz 2 metrdir. Radiusumuz deyir 2 metrdirsə, fi'mizi də verib 4T. Maddi nöqtənin xətti sürətini hesablayın. Uşaqlar, fi'nin törəməsi bizə omeqanı verir. O da bərabərdir. 4T'nin törəməsi bizə 4 verəcək. Daha sonra bunlar haqqında nə deyə bilərdik? Omega bərabər idi, fi bölünsün T'yə. Ona görə də biz burada fi ştrix T yazırdıq. Yəni, fi'nin zamana görə törəməsi bizə omeqanı verirdi. Buna görə də biz yaza bilərik ki, indi xətti sürəti istəyir bizdən. Xətti sürət bərabərdir, omega vurulsun R. Omeqanı tapdıq neçə? 4, R'imiz də 2'dir. Onda cavabımız eləyəcək 8 metr bölünsün saniyə. Daha sonra gəldik bu suala. Rəqs edən cismin koordinatının zaman asılı tənliyi verilib. 2T müddətində, T bərabərdir 2 dənə periyod müddətində cismin yer dəyişməsi. Uşaqlar, 2 periyoddan danışırıq. Baxın, bu çevrəmizdir. 2 dənə periyod o deməkdir ki, yəni 2 dənə tam dövr. Bax, bir dənə gəldim, tam dövr elədim. Yer dəyişməm nə qədər oldu? 0. İkinci tam dövrdə yer dəyişməm nə qədər oldu? Yenə də 0 oldu. Deməli, yekunda yer dəyişməm nə qədər olacaq? 0 olacaq. Əgər desəydi T bərabərdir 1,5 T, onda deyərdim ki, biri ataram burada. Niyə? Çünki bir dənə tam dövrdə yer dəyişməm olsa 0'dır. Onu mən orada baxmalıydım 0,5 dövrə. 0,5 dövrə isə gəlib bura çıxacaqdı. Ona görə yer dəyişməmiz 2F şəklində olacaqdı. Yəni, belə şeylərdə diqqətli olun. Məsələn, sizə verə bilərdi T'ni 3,5. Aha, indi burada 3 tam dövrü atmalısınız. Çünki tam dövrdə yer dəyişmə 0'dır. Onda biz 0,5 periyod götürəcəkdik, yenə də eyni şey. Amma dediyim kimi tam dövrlər olanda tam dövrdə, bir dənə tam dövrdə yer dəyişmə 0'dırsa, istəyir 5 dənə tam dövr olsun, istəyir 15 dənə tam dövr olsun, yenə də tam dövr sözünü görən kimi yer dəyişməni 0 götürürsünüz. Amma əgər bizdən yolu istəsəydi, o başqa məsələ. Yolu istəyəndə yolun düsturu 2 pi yerinə hesablanır. Neçə dənə tam dövr idisə, vuracaqdınız n-ə sayını. 2 pi yer n. Bir dənə dövr eləyəndə sadəcə 2 pi yerlə baxırıq, amma n sayda dövr eləyibsə, onu da n-ə vurmaq lazımdır. Gəldik
34-cü suala. İşıq şüasının düşmə bucağını hesablayın. Uşaqlar qarışdırmayın burada. Düşmə bucağı budur. Alfa. Yəni düşən şüa ilə normal arasında qalan bucaq deməkdir. Düşmə bucağı. Uşaqlar, düşmə bucağı burada sınma bucağına bərabər olur. Bax, sınma bucağımız əslində bu qədərdir bizim. Sadəcə olaraq mühitin biri digərindən fərqli olduğuna görə burada N2 mühitimiz görürük ki, böyükdür M1-dən. Niyə? Çünki normalda bu şəkildə gəlib davam etməli idi. Amma bu neyiniyib? 15 dərəcə sınaraq gəlib neyib? Normala yaxınlaşıb. Nə zaman sınıb normala yaxınlaşırdı? İkinci mühitin sıxlığı birinci mühitin sıxlığından əgər böyük olardısa. Uşaqlar, gəlin baxaq. Alfanı da sildik burada. Bax, bizə bu lazımdır. Uşaqlar, biz bilirik ki, bu düşmə bucağı elə buradakı sınma bucağına bərabərdir. Bu ikisi də birgə neçə eləyir? 50 dərəcə etmiş olur. Bax, belə. Və yaxud da belə başa düşmürsünüzsə, bunu riyazi formada həll edə bilərsiniz. Riyazi formada necə həll edərik? Məsəl üçün, uşaqlar, biz deyərik ki, burada, baxın, buradan buraya qədər 180 dərəcədir. Əgər deməli, bura 50-dirsə, onda bura nə qədər qalacaq? 130 qaldı. 130 dərəcə. İndi baxsaq, baxın bu formada. Axı buradan burada 180 olmalıdır. Əgər bura 30-dursa, 130-dursa, onda bura yenə də nə qalacaq? 50 dərəcə qalmış olacaq. Yəni bunu adi riyaziyyat qaydası ilə də həll eləmək mümkün idi. 35-ci sual. Kütləsi 200 qram olan cisim 40 cm radiuslu çevrə boyunca 4 metr bölü saniyə sürətli bərabər sürətlə hərəkət edir. Periodun 1/4-nə bərabər müddət ərzində kinetik enerji dəyişməsi. Uşaqlar, çevrə üzrə bərabər sürətli hərəkət. Uşaqlar, çevrə üzrə hərəkətdə sürətin qiyməti əslində konstant qalır. Deyirik bərabər sürətli hərəkətdir. Sadəcə olaraq istiqaməti dəyişir. Verilmiş nöqtədən nöqtə istiqamət dəyişir. Həmin bu istiqamətin dəyişməsi nəticəsində bizim təcilimiz yaranırdı. Lakin bizə deyir ki, enerjinin dəyişməsi. Əgər enerjini tap desəydi, bu başqa məsələ. Amma bizə enerji dəyişimi deyir. Enerji bir ədədin dəyişimi o deməkdir ki, məsələn, delta Y kinetik, kinetikin dəyişimi istəyir. Yəni, kinetik 2 çıxılsın, Y kinetik 1 deməkdir. Uşaqlar, biz bilirik ki, əgər kütləmiz konstantlıdır, biz məlum məsələdir. Kütlə eyni qalacaq. M/2-miz qalsın olduğu kimi. Burada artıq mən nə yazmalıyam? V2-nin kvadratı çıxılsın V1-in kvadratı. Axı, mən dedim ki, sürət konstantdır. Çevrə üzrə bərabər sürətli hərəkətdir. Onda eyni ədəddən eyni ədədi çıxanda təbii ki 0 verəcək. Ona görə kinetik enerjinin dəyişimi nəyə bərabər olacaq? 0-a bərabər olacaq. Ümumiyyətlə yadda saxlayın. Çevrənin hansı hissəsində istəyirsə istəsin, kinetik enerjinin dəyişməsi 0-a bərabərdir. Bax, uşaqlar, yenə deyirəm, kinetik enerjinin dəyişimi 0-dır. Gəldik 36-cı suala. Elektrokimyəvi ekvivalent. Gəlin baxaq, Faraday qanunu. Faradayın qanununa görə M bərabərdir K Q şəklində. Uşaqlar, bunu hətta belə də yadda saxlamaq olar. M-in vahidi nədir? Kiloqram. Sanki elə də yadda saxlamaq olar, asan üsulla. M bərabərdir K Q. Yəni, Faraday qanunu kiloqram. Elə yadda saxlaya bilərsiniz. Uşaqlar, buradakı K kimyəvi ekvivalentdir. M bölünsün Q yaza bilərəm bunun yerinə. Və yaxud da M bölünsün Q-nun yerinə it yazaram. Və yaxud da U bölünsün evdə yaza bilərəm i-nin yerinə və s. və ilaxır. Gəlin buradaları qeyd edeyim. K vurulsun it və yaxud da yaza bilərəm K vurulsun U bölünsün ev vurulsun T şəklində də yaza bilərəm. Sonra bir də bu məsələdə biraz haşiyəyə çıxar. Demək, başqa nə yazmaq olar? M bərabərdir K vurulsun Q-nun yerinə nə yazaram? Sonra biz bilirdik ki, W-miz bərabər idi Q-U-ya. Onda gətirib Q-nun yerinə W bölünsün U da yaza bilərəm. Bir də bunu yadda saxlayın. Sonra gərgin, əgər desək ki, bizə enerjinin sabit qiymətində, onda M ilə U necə asılı olacaq bir-birindən? Tərs mütənasib asılı olacaq. Amma əgər desə müqavimətimiz konstantdır. Müqavimət konstant olsa, M ilə U bir-birindən düz mütənasib asılı olmuş olacaq.
Yaxşı, indi isə gələk öz ifadəmizə baxaq. Bu Faradayın birinci qanunuydu. N bərabərdir K2. İkinci qanunumuzda isə K'nın düsturu bu şəkildədir. 1 bölünsün, elektron vurulsun N Avogadro, vurulsun, molyar kütlə bölünsün, valentlik. Bax, bu da Faradayın ikinci qanunun düsturudur. Deyir ki, elektrolitdən cərəyan keçmə müddəti ilə tərs mütənasib asılıdır. Uşaqlar, bu müddətdən asılı deyil. Ümumiyyətlə, burada K'nı tapdırır. Buradakı K bunların heç birindən asılı deyil. K'nın öz əsas düsturu ikinci qanundakı düsturdur. K molyar kütlə ilə düz asılıdır. Valentli ilə isə tərs mütənasib asılıdır. Ədədi qiymətcə ionun kütləsinin yükünə bərabər olan nisbətinə bərabərdir. Bəli, K bərabərdir kütlə, yəni M bölünsün yük. Bu doğrudur. Elektrod üzərində ayrılan maddənin kütləsi ilə düz mütənasibdir. Dedik, kütlədən asılı deyildir. Maddənin kimyəvi ekvivalenti ilə tərs mütənasib asılıdır. Bəli, uşaqlar, kimyəvi ekvivalent deməli burada bizə N deyir. Bəli, onunla yenə də tərs mütənasib asılıdır. 2, 4. Uşaqlar, yəni bu, bir də onu qarışdırmayın. Elektrokimyəvi ekvivalent bizim K'mızdır. Amma burada deyir ki, kimyəvi ekvivalent. Yəni bu əslində valentlik deməkdir. Valentlik də N-lə işarə olunur. Neçə valentli olduğunu göstərir. Məsələn, bizə mis xlor belə də verə bilər. Mis xlor 2 şəklində də verə bilər. Görürsünüz, birində valentlik 2-dir, birində isə 1-dir. Deməli, bunun K'sı daha kiçik olmuş olacaq. Gəldi 37-ci suala. Təəssüf ki, bu sualı düz yazan şagirdim yox idi. Uşaqlar, bax, bu tir burada 120 Newton göstərir. Bu sadəcə olaraq sadə bir statika məsələsidir. Onun çəkisi nə qədərdir? Çəki isə həmişə harda olur? MJ düz ortada. Əgər mən bu tirin uzunluğuna L desəm, onda MJ-nin qolu nə qədər olacaq? L bölünsün 2 olacaq da, uşaqlar. Onda nə edərəm? Bu qüvvəni öz qoluna vuraram. 120 vurulsun qolu L bərabərdir. Sonra MJ-ni öz qoluna vuraram. L bölünsün 2. L-lər ixtisar getdi. Onda MJ bölü 2 120-yə bərabərdirsə, onda MJ-miz nəyə bərabərdir? 240 Newtona bərabərdir. Bu qədər. Cavabımız 240 Newton. Daha sonra baxırıq 38-ci suala. Yuxarıdakını silək. Sabit cərəyan mənbəyinə qoşulmuş lampalardan hansı və yaxud da hansılar yanar? Uşaqlar, biz bilirik ki, burada kondensatordan cərəyan keçməyəcəyinə görə birinci və ikinci lampamız aydın şəkildə görürük ki, yanacaqdır. Məsələn, bir tərəfi müsbət, bir tərəfi mənfi götürsək, cərəyan gəlib, bunun üzərindən keçib bu şəkildə gedəcək. Deyir ki, sıxlığı məlum olan mayenin qabın dibinə etdiyi təzyiq qüvvəsi. Baba, uşaqlar, təzyiq demir, ha. Təzyiq qüvvəsidir. Cümləni düzgün oxumaq lazımdır. Özü mayelərdən danışır. Əgər bərklərdən danışsaydı, bizim deyərdik ki, P bərabərdir, F bölünsün, S idi. Onda burada biz bilirdik ki, F sadəcə olaraq MJ-dən asılıydı, bərklərdə. İndi isə baxırıq ki, mayedən danışır bizdə. Mayedə P vurulsun, S yazırdıq, o da bərabərdir. Rho, J, H vurulsun S. Sonra nəyə baxırıq? Deyir ki, sıxlığı məlumdur. Bunun sıxlığını onsuz da bilirik. Sıxlığı zaten bilirsənsə, onda sən birincisi təzyiqin içərisində sıxlıq var. O zaten məlumdur. Yəni, burada manometrin heç bir işi yoxdur. Ehtiyac yoxdur ona. Daha sonra, sıxlığı məlumdursa, bizdən təzyiq qüvvəsini hesabla deyir. J-ni özü onsuz da verir. Bizə qaldı hündürlük və S-i hesablamaq. Hündürlüyü hesablamaq üçün də ölçü lentindən istifadə edərik. Hətta S-i hesablamaq üçün də yenə də ölçü lentini istifadə edə bilərik. Bir tərəfini ölçərəm, vurarım digər tərəfinə, o da elədi onun sahəsi. Qutardı, getdi. Bax, bu qədər. Ölçü lenti. Bu biraz çaşdırıcı sual idi. Gəldik 40-cı suala. Biz bilirik ki, uşaqlar fidən zamana görə törəmə alanda biz
epsilonu alırıq, özdə mənfi qiymətini alırdıq. Sadəcə olaraq bizə deyir ki, elektrik hərəkət qüvvəsinin modulu. Modulunu istəyir. Deməli, buradan törəmə alsaq, 6 minus 3D'dən törəmə olanda mənfi 3 alınır. Modulunu istədiyinə görə B variantı müsbət 3 yazırıq. Özü də bu və kvadrat olmadığına görə bunu sanki düz xətli bərabər sürətli hərəkət kimi baxırıq. Onda onun deməli sürəti necə olacaq? Bu şəkildə olacaq. Biz həmişə deyirdik ki, fiini sanki S kimi götürürük, epsilonu isə sürət kimi götürürük. 41-ci sualımız ən sadə suallarımızdan biri idi. Bizdən L istəyir burada. L bərabərdir sual. Onda yazaraq W bərabərdir. Fi'nin kvadratı bölünsün 2L. L'yi tapsaq buradan fi'nin kvadratı bölünsün 2 dənə W şəklində yazarıq. Fi'miz neçədir? 0,4 vur 0,4 bölürsən 2 vurulsun. W'miz də yenə də 0,4. 0,4'lərimiz yığsa getdi, qaldı cavabımız 0,2. Gəldi 42-ci suala. Rəqs konturunda harmonik elektromaqnit rəqsləri baş verir. Hansı kəmiyyətlər zamandan asılı olaraq dəyişir? Uşaqlar, belə suallarda həmişə yadda saxlayın. Həmişə çıxdaş eləməyə üstünlük tutun. Məsələn, bax, rəqsin tam enerjisi. Biz bilirik ki, tam enerji ümumiyyətlə heç bir yerdə dəyişmirdi. Bu getdi, bu getdi. 2'nin olduğu üzülü sayın D variantı da getdi. Qaldı 2C variantımız. Deməli, hər iki variantda yükümüz var. Bu məlum məsələdir. Yük onsuz da dəyişəcək. Rəqs konturudur, elektromaqnit rəqsləridir. İndi gəldik. Deməli, bizim seçənəyimizin biri qaldı 3, biri də qaldı 6. İndi isə baxırıq nəyə? Uşaqlar, həqiqətən də bizim tutumumuz dəyişmir. Tutumun burada asılı olduğu bir kəmiyyəti verməyib bizə dəyişimin. Rəqs tezliyidir, perioddur, tutumdur. Bunların heç biri dəyişmir, həmçinin də induktivliyi dəyişmir. İnduktivliyin dəyişməsi üçün gərək onun içərisinə bir dənə deməli içliyi daxil eləyəsən. Və yaxud da əgər tutumun dəyişməsini istəyirsənsə, onu dielektriklə doldurmalıydı. Amma orada elə bir şey demir. Ona görə bizim induktivliyimiz də nə edəcək? Dəyişməyəcək. Burada dəyişən kəmiyyətimiz nə qalacaq? Sarğacdan axan cərəyan şiddəti qalacaq. Həqiqətən də uşaqlar, bir də nəyi yada salaq? Bizim 2 qutumuz var idi. Yadınızdadır, biri rəqslərdə baxırdıq. Adi rəqslərdə 2 qutuya baxırdıq. V olurdu, P olurdu, Y kinetik olurdu. Digərində isə olurdu X-ımız, A-mız, F-imiz, bir də Y potensialımız. Eyni şəkildə elektromaqnit rəqslərdə də bu 2 qutumuz var. Elektromaqnit rəqslərdə sadəcə qutular necə olurdu? Biri elektrika aid idi. Digəri isə maqnitə aid olan qutumuz olurdu. Elektrika aid olan qutumuzda Q'müz var idi, U'muz var idi, W elektrikimiz var idi. Burada isə təbii ki I var idi, Fi var idi, sonra W, maqnit və s. kəmiyyətlərimiz var idi. Görürsünüz uşaqlar, yəni dəyişən kəmiyyətlər əslində bunlar idi. Yəni buradan da yadımıza sala bilərdik. Və yaxud da dediyim kimi çıxdaş üsulu ilə də həll etmək mümkündür. 43-cü sualımız yenə də çətin sual deyil. Sadəcə diqqətli olmaq lazımdır. Müsbət yükü bir cins elektrik sahəsində trayektoriya üzrə hərəkət elətdirin. Uşaqlar, əvvəlcə baxaq. Elektrik qüvvə xətləri müsbətdən başlayır, mənfiyə doğru gedir. Əgər mənim əlimdəki yük müsbət yükdürsə, məndən də nə istəyir? İş müsbət olsun. İşin müsbət olması üçün gərək müsbət yük hara doğru gedə? Mənfiyə doğru gedə ki, baxın bu istiqamətdə. Əgər bu istiqamətdə getsə, deyərəm sürəti sağa doğrudur. Yaxşı, qüvvə hara doğrudur? Müsbət yükü, mənfi yük təbii ki sağa doğru çəkəcək. Qüvvə ilə sürətə eyni istiqamətdə olduğuna görə bu necə iş görəcək? Müsbət iş görəcək. Buralarda işlər sıfırdır, onu bilirsiniz, məlum məsələdir. Fi dəyişmədiyinə görə iş görülmür. Gəlin D-dən C-yə baxaq. Uşaqlar, D-dən C-yə istiqaməti özü verib. Sürətin istiqaməti sola doğrudur. Yaxşı, müsbət yükü, bu müsbət yük nə edir?
İtəliyər. Qüvvə hara doğru olacaq? Sağa doğru. Bax, görürsünüz burada yavaşlayan hərəkət oldu. Kinetik enerjimiz azalacaq. Potensial enerjimiz isə artacaq. Deməli, bizim AB hissəmiz bizə lazımdır ki, orada işimiz müsbət olsun. Kinetik enerjimiz artsın. Potensial enerjimiz isə azalmış olsun. 44-cü sual. Yarımkeçici kristala akseptor aşqar daxil etdikdə. Uşaqlar, donor aşqar, donor nə idi? Məsələn, kiməsə donor olursan, nəsə verirsən, məsələn, börək verdin. Donor deməli, aşqar daxil edəndə o özündən elektron gətirəcəkdir. Amma akseptor aşqar isə daha kiçik olan deməkdir. Ona görə də akseptor aşqar daxil etdikdə onda deşiklərin sayı nə olacaq? Çox olmuş olacaq. Uşaqlar, yadda saxlayın. Donorda biz deyirdik ki, vermək deməkdir, elektronlar idi. Amma akseptorda isə onun əksidir. Deşiklərin sayı çox olacaq və P-tip yarımkeçirici yaranacaq. Kristalda elektronların sayı donorda çox olurdu. Plusdakı donor aşqarlar necə olurdu? N-tip olurdu. Səbəbi nədir? Çünki elektronlar mənfidir. Bu da N-tipdə nə deməkdir? Negativ. P-tip isə pozitiv deməkdir. Biz də bilirik ki, biz elektronları mənfi, deşikləri isə müsbət götürmüşdük. Hansı halda cismə təsir edən ağırlıq qüvvəsinin işi mənfidir? Uşaqlar, ağırlıq qüvvəsi mg həmişə aşağı doğru yönəlir. Onun mənfi olması üçün gərək cisim yuxarı doğru hərəkət etsin ki, ağırlıq qüvvəsinin işi mənfi olsun. Bax, bu şəkildə. Əgər cisim şaquli aşağı ensəydi, ikinci dediyindəki kimi, mg zaten aşağı idi. Onda bunu çəkən qüvvə A təcildə aşağı olanda bu yeyinləşən hərəkət eləyəcəkdir. Üfüqi istiqamətdə hərəkət etdikdə isə mg aşağıdır. Qüvvəmiz hara doğrudur? Üfüqi istiqamətdə. Onda bunlar necə olur? Perpendikulyar yönəlir. Burada işimiz 0 olacaqdır. Burada iş böyük olacaqdır 0-dan. Burada isə dediyim kimi 0. Ona görə də yalnız 1'i götürmək lazımdır. Gəldik 46-cı suala. Sabit gərginlik mənbəyinə qoşulmuş U konstantdır. U'muz konstantdırsa, deməli biz nə etməliyik? Deyək ki, kondensatorun enerjisi 120 mJ idi. Onun lövhələrin arasında nüfuzluğu 6 olan dielektriklə tam doldurduqda. Sonra bir dənə şeyi diqqətə yetirim. Bilirsiniz ki, dielektriklə dolduranda epsilonumuz artır. Epsilon artırsa, məlum məsələdir ki, S-də artmış olacaq. Amma bu o demək deyil ki, enerji artacaq. Niyə? Çünki baxın uşaqlar, SU kvadrat bölü 2 yazsam, həqiqətən də burada epsilon 0 S bölü D yazaram. Burada 2, burada da U kvadratımız. Epsilon artsa enerji artacaq. Amma əgər mən burada Q kvadrat bölünsün 2S yazsaydım, onda işlər dəyişəcəkdi. Q kvadrat yuxarıda qalacaqdı. Epsilon 0 S bölü D aşağıda da 2. Görürsünüz, epsilon artdıqca enerjimiz azalmış olacaqdı. Ona görə də həmişə məsələdə diqqətli olmaq lazımdır. Gör şərtdə səndən nə istəyir? Deyə sabit gərginlik mənbəyinə qoşulmuş. Qoşulmuş sözünü görsənsə U konstant. Ona görə də Q'nun konstant olduğu ifadə bizə lazım deyil. U'nun konstant olduğu ifadə məhz budur. Əgər epsilonla görürük ki, burada düz asılıdır. 6 dəfə artıbsa, bayaq 120 idi. 120 idi. 6 dəfə artsa olacaq 720. Bəs bizdən nə istəyir? İndi deyə bilərsiniz ki, müəllim, cavabda 720 yoxdur. Bizə deyir ki, enerjisi artar azalar söhbətini istəyir. 120-dən 700-ə gəlibsə, 720-yə gəlibsə daha doğrusu nə qədər oldu? 600 mJ artdı. Belə. 47-ci sualımız sırf düsturdur. Biz bilirik ki, gəlmə qüvvəsinin düsturu 2 dənə M1, M2 bölünsün M1 plus M2 şəklində idi. O da bərabərdir. 2 vurulsun. 1'in kütləsi 2'dir, biri 3'dür. Bunu da J'ye vurmalıyıq, üzülü sayın. Aşağıda toplayırıq, elədir 5, vururuq bir dənə də 10'a. O da bərabərdir. Bununla bu getdi 2 dəfə. 2, 2, 4.
3 4'ün 12, 12 də vursan 2'ye 24 Newton. Sonra T gəlmə burada olduğuna görə bu düsturla yazdıq, 24 Newton oldu. Əgər T gəlməmiz burada olsaydı, bu ip də 24'dür, bu ip də 24'dür. Onda bura olacaqdı 48 Newton. Bir dənə orada diqqətli olun. Yəni belə bir sual verib sizi çaşdıra bilər. Gəldik 48-ci suala. Newton bölünsün kilogram. Newton bölünsün kilogramdan. Göz ki, Newton F'in vahididir, kilogram da M'in vahididir. Bu nədir? Bizim J'miz. Gravitasiya sahəsinin intensivliyi doğrudur. Xətti sürət metr bölünsün saniyədir. Bunun heç bir əlaqəsi yoxdur. Gəlin onda yuxarıdakını açaq. Newton yerinə kilogram vurulsun metr. Bölərəm saniyənin kvadratına, vuraram. Aşağıda bir dənə kilogramımız var idi. Kilogramlar ixtisar gedəndə cavabımız qalır metr bölü saniyə kvadrat. Yəni mən burada metr bölü saniyə kvadrat axtarıram. Bu metr bölü saniyə olduğuna görə səhvdir. Sərbəst düşmə təcili doğrudur. Sərbəst düşmə təcili J'mizdir. Mexaniki iş xeyr, işin vahidi Joul'dur. Jouldakı Newton bölünsün kilograma bərabər deyil. Bu da oldu Y variantı. 49-cu sual. Biznes maqnit sahəsinə induksiya xətlərində perpendikulyar istiqamətdə daxil olan ionun sürətini azaltdıqda period və mərkəzi qaçma təcili necə dəyişir? Uşaqlar, əgər bir ion, bir zərrəciyə maqnit sahəsinə daxil etmişiksə, ona zərrəciyə hansı qüvvə təsirdir? Əgər bir cərəyanı naqil daxil eləsəydi, deyərdik amper qüvvəsidir. Amma zərrəcikdən danışırıqsa, burada Lorentz qüvvəsi işə düşür. QVB. Onda mən burada yazaram MA bərabərdir QVB-yə. Onda yenə yazaram M. Gəlin birdən bura baxaq əvvəlcə. Baxın, MA bərabərdir QVB. Biz buradan görürük ki, deyir ki, sürəti azaltdıqda, sürətim azalsa, təcillim nə olacaq? Azalacaq. Təcilin azalmadığı ifadələr buradan çıxaq, qaldı B və Y variantı. İndi gəlin tapaq periodu. Yaxşı uşaqlar, periodu hardan çıxardıram? Gəlin periodun düsturunu çıxardaq. A-nın yerinə yazırdıq biz. Periodun düsturunu çıxarmaq yəqin ki, yadınızdadır. Uşaqlar, həmişə nəyəsə əsasən yazmalısınız. Yəni özünüzdən sadəcə atmayın ki, hə, bilmədim, bu belə. Bax, V kvadrat bölür, bərabərdir. Q, V, B. Bax, görürsən, V'nin biri getdi. Onda qaldı MV bərabərdir. Q, B, R. İndi periodu çıxarmaq üçün nə yazmalıyam? M vurulsun, omega R yazıram burada. Burada da Q, B, R'imiz. R'lər ixtisar gedir. M vurulsun, omeganın yerinə 2 pi bölünsün T yazaram. O da bərabərdir Q, B'yə. Onda mən buradan T'ni tapsam, T bərabərdir 2 pi M bölünsün Q, B. Sonra görürsünüz, T'nin düsturunda sürət varmı? Yoxdur. Yəni bu T sürətdən asılı deyil. Cavabımız Y variantıdır. Sonra bundan da əlavə demişdim də, T'dir, omegadır, tezlikdir. Bunlar hamısı bax bu məsələlərdə sürətin daxilindən gəlir. Sürəti açırsan bunlar çıxır. Yəni sürət özünü fəda eləyir, yox olur. Ondan sonra omega yaranır, T yaranır, nü yaranır. Ona görə də onlar özü sürətdən asılı olmur. Sürətin olduğu yerdə period, tezlik, omega yazılmır, görürsünüz. O hardan çıxır? Sürət yalnızca özünü fəda eləsə, yox olsa ondan sonra onun davamçıları gəlir. Sonra gəldik, baxırıq bu suala. Uclarındakı gərginlik 8 voltdur. Belə qarışıq sualdır. Əvvəlcə verilir yazmaq lazımdır. İnduksiyan verib 0,4 Tesla. Naqilin uzunluğu L bərabərdir 0,3 metr. Müqavimətimizi verib bizə 2 ohm. Ona təsir edən amper qüvvəsi. Amper qüvvəsinin düsturunu yazaram. I, B, L şəklində. Uşaqlar, baxın, i'miz yoxdur. i'nin yerinə bizə nəyi verib? U böl R vurulsun B, L. Bu qədər sadə. 8'i bölərəm 2'yə, vuraram yuxarıda B'miz 0,4, vurarsan L'ə 0,3'ə. Bunlar ixtisar getdi, 4 qaldı. Deməli, 4 4'ün 16,
16'ını da vurursan 0'ın da 3'ü bu da eləyir 480 milli-newton. Bu şəkildə. Daha sonra keçirik 51-ci suala. Təcilimiz istəyir. Çox sadə. Təcil burada. Baxın 2 vurulsun 3, yəni 6 şəklindədir. Və yaxud da biz buradan törəm alarıq. X-dan törəm alanda V-ni almış oluruq. V-miz eləyir -10 plus 6t. V-dən də törəmə alanda biz təcili alırdıq. Təcilimiz də bəli -10'un törəməsi 0 olacaq. Sadəcə 6'ya. 52-ci sual. Sabit temperaturda havanın nisbi rütubəti 20% azaldıqda. Yazın bunları. Fi azaldı 20%. Bizə deyir ki, müəyyən həcmində olan su buxarının kütləsi. Bizdən kütləni istəyir. Gəlin baxaq. Kütlənin düsturunu ümumiyyətlə tapsaq, biz deyək ki, həcmdən də danışır da burada. PV bərabərdir. M bölünsün M, RT. Buradan kütləni tapsam mən, kütlə bərabərdir. PVM bölünsün RT şəklində. Sonra baxın, deyir ki, müəyyən həcmdə, yəni həcmi özü verib. MR zaten sabitdir. T'nin də bizə özü konstant verdi. M'imiz nədən asılıdır? P'dən asılıdır. Onda gəlin P'nin fi'dən asılılıq düsturuna baxaq. Sonra fi üçün düstur yazsam mən əgər, yazıram fi bərabərdir. P bölünsün P0 vurulsun 100%. Gəlin P'nin yerinə fi'dən asılı düstur yazaq. P bərabər, daha doğrusu buradan tapaq P'ni. Fi vurulsun P0 bölünsün 100%. Gətirib yerinə qoyaram. Fi vurulsun P0 bölünsün 100%. Digər kəmiyyətlərdə olduğu kimi qaldı. Sonra göz ki, kütlə fi'dən necə asılıdır? Əsas məsələ düz mütənasib asılıdır. Əgər 20% azalsa, əvvəl 100 idi, düşdü 80'ə. Deməli, bu neçə dəfə azalmış olur? 1,25 dəfə azalmış olur. En bərabərdir rho v-dən də yaza bilərdiniz bunu. Rho v. Sadəcə olaraq şolar. Burada məsələ nədən ibarətdir? Həcm sabitdir. Bir dənə temperatur burada yoxdur deyənə. Mən digər düsturdan yazdım. Amma yenə də burada yerinə rho bölünsün, rho 0 yazsaydım. Yenə də rho-nu tapanda rho fi'dən düz asılı olduğuna görə kütlə də yenə də fi'dən düz mütənasib asılı olmuş olacaqdır. Yəni eyni yerə gəlib axırda çıxmış olacaqdır. İndi isə gəlirik vakuumda dalğa uzunluğu bu qədərdir deyir. Lambda 150. Deməli, bizdən S-ni verib 3 vurulsun 10^8. Bizdən tezliyi hesabla deyir. Nə bərabərdir? Sual. Uşaqlar, biz bilirdik ki, S bərabərdir V vurulsun T-dir. Düz xətli bərabər sürətli hərəkətdə. Burada S-in yerinə lambda gəlirdi. V-nin yerinə artıq S yazırdıq. T'nin də yerinə böyük T yazırdıq. O da bərabərdir. S vurulsun bizdən nü lazımdır. Ona görə də T'nin yerinə 1 bölü nü yazaram. Nü-nü tapanda düsturumuz olacaq. S bölünsün lambda şəklində. S'miz 3 vurulsun 10 üstü 8'dir. Lambdamız isə 150'dir. Uşaqlar, hesablamanın rahat olması üçün buradan 2 sıfırı gətirin vurun 3'ə 300. Burada qaldı 10 üstü 6 bölürsən 150'ye. Burada ixtisarımız getdi. Qaldı cavabımız 2 vurulsun 10 üstü 6. Uşaqlar, belə suallarda hesablamanı mütləq düz aparın. Çünki bu suallar sırf belə kodlaşdırma şəklində olan suallardır. Məsələn, burada 0 verir, 1 verir, 2 verir. Sən burada onları qaralamalısan. Ona görə də məsələn 0,2 qaralasan, cavab artıq səhv getmiş olacaq. İndi yaxşı, düşünə bilərsən ki, burada 2 vurulsun 10 üstü 6 alındı. Bu nə deməkdir? Uşaqlar, baxın, bizə cavabı nə ilə verir, nə ilə istəyir? Megahertzlə. Mega 10 üstü 6 deməkdir. Baxın, görürsünüz, 2 vurulsun 10 üstü 6. Yəni cavabımız burada nə olur? Cavabımız 2 olur. 2'ni nişanlayırız. 54-cü sualımız ən sadə sualdır.
Dənizin dərinliyini istəyir. H bərabərdir. Exalotda dənizin dərinliyi V vurulsun T bölünsün 2 düsturla hesablayırıq. Bu tarafı getdi. 1500'ü vuraraq 10'da 8'e 10'da 8'e bölü 2'ye. Sıfırlardan biri getdi. 2 ile 8 getdi 4 dəfə. Bunu da 15'i 4'e vurursan 60. Yanında da bir dənə 0 var idi. Elədi 600 metr. Daha sonra gəlir uşaqlar 55-ci suala. Deməli, yerin cazibə sahəsində şaquli hərəkət edən cisim koordinatın zaman asılı qrafiki verilib, hansı ifadələr doğrudur? Deyir, cisim şaquli yuxarı atılmışdır, doğrudur. Bəli, cisim görürsün ki, yuxarı atılıb. Məlum məsələ. İkinci sual. Deyir ki, cisim müəyyən hündürlükdən şaquli aşağı atılmışdır, səhvdir. Müəyyən hündürlükdən aşağı atılsaydı bu şəkildə olardı. Uçuş müddətində yer dəyişməsi 20 metrdir. Uçuş müddəti uşaqlar, qalxma müddəti desəydi bu qədər idi. Amma uçuş müddəti ümumi müddətidir. Yəni 4 saniyə zaman anında. Uşaqlar, baxın 4 saniyə anında bu 20 metr qalxıb, 20 metr düşüb. Yer dəyişmemiz nə qədərdir? Uçuşda, T uçuş zamanı yer dəyişməmiz 0'dır. Buna görə bu səhvdir. Uçuş müddətinin getdiyi yol 40 metrdir. Bəli, 20 metr qalxıb, 20 metrdə düşüb. Ona görə yolumuz 40 metrdir. Maksimal qalxma hündürlüyü 40 metrdir. Xeyr, maksimal qalxma hündürlüyü bunun sadəcə olaraq H maksimalı 20 metrdir. Yəni bunlarda diqqətli olmaq lazımdır. Cavabımız 1 və 4 olmuş olacaq. Gəldik 56-cı suala. Deyir, 100 metr bölü saniyə sürətlə uçan 0,4 kiloqram kütləli cisim 2 hissəyə parçalanır. Kütləsi 0,3 kiloqram olan böyük hissə 200 metr bölü saniyə sürətlə əvvəlki istiqamətdə uçursa, kiçik hissənin sürətinin modulunu tapın. Uşaqlar, gəlin belə eləyək. Deməli, əvvəlcə bunun, biz bilirik ki, P əvvəl bərabərdir P sona. Belə olmalıdır. İmpulsun saxlanma qanununa görə. Əvvəlinci impulsumuz nə qədər idi? 100'ü vurursan 0,4'e. Deməli, əvvəlki impulsumuz 40 idi. Uşaqlar, ikinci halda P böyük. Normalda burada belə olmalıdır. P əvvəl bərabərdir. P böyük. 2 dənə deyənə üstə gəlinsin. P kiçik. Yaxşı. P böyüyümüzü tapaq. P böyüyümüzü verib ki 0,3'ü 200'e vuranda elədi 60. Bayaq 40 idi. İndi biri 60 oldusa nə olmalıdır? Bax biz dedik ki 40 bərabərdir. Əvvəlki bərabərdir. Böyük plus Y kiçik olmalıdır. Y kiçik nədir? Üzülürsən. P kiçik. Onda P'miz neçə olmalıdır? 20 olmalıdır. P'nin 20 olması üçün gəlin baxaq necə olacaq bu 20. Uşaqlar fikir verin 0,4 idi ümumi çəki kütlə. Böyüyə 0,3 düşübsə, M kiçiyimiz nə qədərdir? 0,1'dir. Bizim P'miz əgər 20 olmalıdırsa, onda yazaram V bərabərdir. P bölünsün 0,1'ə. Yəni P bölünsün M. Onda 20'ni də bölərik 0,1'ə. Cavabımız olar 200 metr bölünsün saniyə. Yəni ki, uşaqlar, bir dənə 40'lı deməli, impulsu 40 olan bir kəmiyyətimiz var idi. Bu tərəfə doğru 60 ilə getdisə, digər tərəfə də 20 ilə getməlidir ki, bunlar istiqamətdə olduğuna görə impulslar çıxılsın və yekunda əvvəlki 40 impulsumuz qalsın, impulsun saxlanma qanunu ödənilsin. Gəldik 57-ci suala. Sonra 57-ci sualı izah eləmək üçün gəlin bir dənə termodinamikanı təkrar yada salaq. Sonra yadda saxlayın, delta U asılı idi temperaturdan, iş isə asılı idi həcmdən. Bunlar yadımızda qalsın. İndi gəldik, bax birinciyə. A'dan B'yə gedib. A'dan B'yə getdiyi hissədə uşağa fikir verin, T'ni kəsib. Gəlin yazaq birinci AB hissəsi. AB. Uşaqlar, T'miz nədir? Konstantdır. Onda U T'dən asılı deyildir. U da konstant olacaq. Onda delta U'muz nəyə bərabər olacaq? 0.
Delta O sıfırdırsa Q nəyə bərabər olacaq? A-ya. O da bərabərdir. Nü, F, delta T və yaxud da P delta V. Bax, düsturumuz olacaq belə. Gəldik ikinci hala. B-dən C-yə. Uşaqlar fikir verin, B-dən C-yə P T-dən düz asılıdır. Bu nə zaman olur? V konstant olanda. V konstant olanda işimiz nə olurdu? 0 olurdu. Həcm sabitsə iş 0'dır. Onda Q nəyə bərabərdir? Delta U-ya bərabərdir. O da bərabərdir. Məlum məsələ 2-də 3 nü F delta T. O da bərabərdir. 2-də 3 V delta P. Bu belə. Daha sonra üçüncü prosesdə isə C-dən D-yə gedən hissədə isə şoğa fikir verin, P-miz konstantdır. P konstant olanda hər hansı bir kəmiyyət 0 olmurdu. Hər hansı bir kəmiyyət 0 olmursa, onda ikisi də qalır yerində. Delta O plus A. Onda burada artıq nə ifadəmiz olacaqdır? 2-də 5 nü F delta T və yaxud da 2-də 5 P delta V şəklində. Gəlin indi baxaq. Nələrə baxırıq? 1-ə nə gedəcək? 2-yə və 3-ə. Getdik. Sonra deyir ki, qazın daxili enerjisi azalır. Daxili enerji temperaturdan asılıdır. Daxili enerjinin azalması üçün temperatur nə etməlidir? Azalmalıdır. Gəlin baxaq hansı prosesdə temperatur azalıb. AB-də temperatur konstantdır. BC-də temperatur artıb, CD-də artıb. Yəni A heç birinə aid deyil. Qazın gördüyü iş mənfidir. Qazın gördüyü işin mənfi olması o deməkdir ki, deməli, qazın gördüyü işin mənfi olması qazın həcminin azalması deməkdir. Burada həcmin azalmasını baxsaq, fikir verin, həcmin azalma prosesi yoxdur. Birinci, temperatur sabitdir, P azalırsa həcm artır. İkincidə həcm konstantdır, üçüncüdə T artırsa həcm də artır. Deməli, görülən işin mənfi olması da yoxdur. Qazın daxili enerjisinin dəyişməsi qazın gördüyü işdən 1,5 dəfə böyükdür. Biz bilirik 1,5 söhbəti idi, 0,4 söhbəti, 0,6 söhbəti. Bunlar hamısı harda olurdu? P konstant qalanda olurdu. Qalan heç birində belə bir şey yox idi. P-nin konstant qaldığı hissə haraydı? C-dir. Ona görə də bu C getdi üçüncüyə. C-dir. Gəldik, qaza verilən istilik miqdarı onun daxili enerjinin dəyişməsinə bərabərdir. İstilik miqdarı Q-dür. Deyir, bərabər olsun delta U-ya. Daxili enerjinin dəyişməsinə. Onda burada A nə olsun? 0 olsun. A-nın 0 olduğu hanı? BC hissəsi. BC də ikinciyə getdi. Yəni D getdi 2-yə. Gəldik, qaza verilən istilik miqdarı onun gördüyü işə bərabərdir. Yəni Q bərabərdir A-ya. Bu nə zaman olar? Delta U 0 olarsa. Delta U'nun 0 olduğu hansı hissə idi? AB hissəsi. Baxın bu şəkildə. Görürsünüz? Nə qəşəng? Hamısını çox sadə şəkildə yerləşdirdik. Belə suallarda sadəcə diqqətli olun uşaqlar. Gəldik 58-ci suala. Biraz fərqli sual burada budur. Qazın təzyiqinin temperaturdan asılılığını biz üçün deyir tap. Uşaqlar, gəlin baxaq. Deməli, biz yazırdıq ki, PV bərabərdir. Bir dəqiqə. Rho bərabərdir. PM bölünsün FT. Bizdən nə istəyir? P'ni istəyir. P bərabərdir. Rho FT bölünsün M şəklində yazaram. F konstant, M konstantdır. Deməli, baxırıq burada nəyə? P-ni tapanda Rho-ya, T-yə baxmalıyıq. Uşaqlar, Rho vurulsun, T-yə baxmalıyıq. Gəlin baxaq. P A nöqtəsi. A nöqtəsində P-ni hesablasam, Rho-muz 2 dənə P0'dır, T-miz isə T0'dır. Olacaq 2 dənə P0, T0. Yaxşı, P B nöqtəsini hesablayayım indi. B nöqtəsini hesablayanda Rho-muz Rho 0'dır. T'miz isə 2 dənə T0'dır. Yenə də oldu 2 dənə T0, Rho 0. Deməli, A-dan B-yə keçəndə P-miz, təzyiqimiz bizim neynədir? Dəyişmədi. Təzyiq eyni qaldı. Onda A-dan B-yə keçəndə, burada təzyiqimiz P0 qədər deyildi.
Dəyişməsin. Gəlsin belə. Bu olsun B nöqtəsi. Görürsünüz? Dəyişmədi. İndi gəlin B-dən C-yə keçən hissəyə baxaq. P-də təzyiqimiz dedik ki, B nöqtəsində P0 qədər idi. İndi gəlin C nöqtəsinə keçən anda baxaq. Uşaqlar, baxın, rho-muz B-dən C-yə keçəndə rho konstant qalıb. Deməli, P nədən asılı olacaq? Temperaturdan asılı olacaq. Temperaturumuz neyinib? 2 dəfə artıb. Onda P neynəməlidir? 2 dəfə artmalıdır. Burada P0 idisə olmalıdır 2 dənə P0. Yəni C nöqtəsində bura yazmalıyım. Bu şəkildə, bir də bu şəkildə. İkinci hərəkət də bu şəkildə. Maraqlı sual idi ümumiyyətlə. Daha sonra gəldik 59-cu suala. Bizə deyir ki, şaquli qoyulmuş dəmir lövhə ona yapışdırılmış və çəkisi 18 Newton olan, MJ-si 18 Newton olan maqniti 60 Newton qüvvə ilə cəzb edir. Bunun cəzb etmə qüvvəsi 60 Newtondursa, yəni divara sıxan qüvvə, deməli reaksiya qüvvəmiz də elə 60-a bərabərdir. Bizə deyir ki, sürtünmə əmsalı ən az nə qədər olmalı ki, maqnit sükunətdə qalsın? Maqnitin sükunətdə qalması üçün uşaqlar aşağı doğru MJ artırsa, yuxarı doğru da F sürtünmə qüvvəsi var. Bunun sükunətdə qalması üçün gərək bizim MJ-miz F sürtünməyə bərabər olsun. Görürsünüz? Uşaqlar, onda yazıram MJ bərabərdir. F sürtünmənin yerinə yazıram. Mu vurulsun N yazıram. Onda mən buradan rahat şəkildə mu-nu tapa bilərəm. Mu bərabərdir. Nəyə? MJ bölünsün N-ə. Bu da eləyir 18 bölünsün 60. O da eləyir 0,3. Cavabımız 0,3'dür. Yenə də diqqətli olun uşaqlar. Düzdür, bu suallarda, ətraflı suallarında 0,3 və yaxud da 3 yazsan və yaxud da 30 yazsan, düzdür, sənin gedişatına da baxırlar. Yəni, bu şəkli çəkmisənsə, düsturların hamısını düz yazmışsansa, gəlib məsəl üçün də cavabda müəyyən bir səhvliyə yol vermişsənsə, müəyyən qədər bal verəcəklər. Amma bundan əvvəlki suallarda, o bayaq dediyim açıqlarda bal verilmir. Ona görə diqqətli olmaq lazımdır. Yenə də, niyə də bu qədər şey yazmışsansa, sonda bir dənə balaca hesablama səhvinə görə sənin balondan kəssinlər. Çalışın, ehtiyatlı olun hesablamalarda, çünki tam bal verilsin. Gəldik 60-cı suala. Rezistor və lampa qoşulmuş dövrənin bir hissəsi verilib. Dövrəyə qoşulmuş cihazların göstərişinə istifadə edərək elektrik cərəyanının lampada ayırdığı gücü hesablamaq olar. Bu cür dövrənin sxeminə əlavə olunan elementlərin adlarını yazmaqla tamamlayın. Gəlin tamamlayaq. Uşaqlar, bax. Gəlin bu dövrəni bir dənə tamamlayın burada. Belə də yaza bilərəm mən bunu. Burada sıxacılarımız olsun. U bərabərdir konstant. Daha sonra gəldik. Uşaqlar, gəlin dövrəyə bir dənə ampermetr qoşaq. Ampermetr istənilən bir tərəfə qoşmaq olar, çünki ardıcıl birləşmədə onsuz da. Gəlin burada qoşsaq daha səliqəli görünər. Gəlin bura qoşaq. Burada bir dənə ampermetrim var. Voltmetr isə lampanın gücünü ölçürsənsə, voltmetrdə lampaya deməli paralel qoşduq. Bu da voltmetrimiz. Onda biz nə edirik? Deməli, P bərabərdir I, U düsturundan tapa bilərik. P'nin başqa düsturları var. U kvadrat bölünsün R və yaxud da P bərabərdir I kvadrat vurulsun R düsturlarından da rahat şəkildə istifadə etmək olar.